İslam Həmrəyliyi oyunları 4 ildən bir keçirilən beynəlxalq idman yarışı kimi dünyanın bir çox ölkəsini bir araya gətirir. İlk dəfə Səudiyyə Ərəbistanında təşkil olunan bu oyunlarda yalnız müsəlman idmançılar deyil, təşkilata üzv ölkələrin qeyri-müsəlman vətəndaşları da iştirak edə bilər. İslam Həmrəyliyi oyunları dünya müsəlmanları arasında dostluq və əməkdaşlığı möhkəmləndirən önəmli tədbirlərdəndir. Bu yarışlarda İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin atletləri iştirak edir. Əlamətdar məqam budur ki, quruma üzv olan 57 dövlətin hamısı bir qayda olaraq son oyunlarda təmsil olunur. Bu isə onu göstərir ki, idman yarışları həqiqətən bütün İslam dünyasının həmrəyliyinin rəmzinə çevrilib. Oyunların tarixi 2005-ci ildə Səudiyyə Ərəbistanında başlanır. İkinci dəfə bu tədbirin 2009-cu ildə İranda keçirilməsi planlaşdırılsa da, müəyyən siyasi səbəblərə görə o ləğv edilir. 2013-cü ildə İndoneziyada təşkil olunan 3-cü oyunlar bütün İslam ölkələri üçün geniş perspektivlər yaratdı. 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi oyunları isə həm təşkilati məsələlərin uğurlu həlli, həm də idmançıların yüksək nailiyyətləri ilə yadda qaldı. Həmin yarışlarda Azərbaycan atletləri bütün komandaları qabaqlayaraq parlaq qələbə qazandılar. İslam Həmrəyliyi oyunlarının istər siyasi, ictimai əhəmiyyəti, istərsə də onun prinsipləri haqqında danışanda mənim ilk növbədə Cənab Prezidentin bir sözü yadıma düşür. Yəni, biz 2015-ci ildə Bakıda Avropa oyunlarını keçirdik. Sonra 2017-ci ildə İslam oyunlarını keçirdik və bununla da dünyaya sübut etdik ki, biz həm Avropa prinsiplərinə sadiqik, həm də biz İslam dövlətiyik və bizim üçün İslam dəyərlərinin böyük əhəmiyyəti var. 2013-cü ildə İndoneziyanın Palembang şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi oyunlarında Azərbaycanın 54 nümayəndəsi idmanın 9 növü atletika, taekvondo, badminton, karate, uşu sanda, üzgüçülük, tenis, ağır atletika və oxatma üzrə yarışlarda çıxış etdi. Açılış mərasimində Respublikamızın bayraqdarı ağırlıq qaldıran İntiqam Zahirov idi. Ümumi yekunlara görə 24 medal və 8-ci yer Azərbaycan idmançılarının göstərdiyi nəticə belə oldu. Oyunlarda mükafatları ümumən 26 ölkənin komandası qazana bildi. Ayrı-ayrı turnirlərin yekunlarına əsasən demək olar ki, ağırlıq qaldıranlarımız xüsusi fərqləndilər. Yarışlarda iştirak edən 9 idmançıdan 5-i fəxri kürsüdə yer tutdu. Karateçilərimiz də əla çıxış etdi. Rafael Ağayev və Ayxan Mamayev oyunların çempionu adına layiq görüldülər. Niyazi Əliyev və Şahin Atamov isə gümüş medala sahib oldu. Komanda yarışlarında Azərbaycan karateçiləri finalda İran millisinə qalib gələrək birinci yerə çıxdılar. Taekvondoçularımız oyunları 1 gümüş və 3 bürünc medalla başa vurdular. Atletika, oxatma, üzgüçülük və tenis komandalarımız da qazandıqları medallarla ümumi hesabda Azərbaycan nümayəndə heyətinin nəticələrini xeyli yaxşılaşdırdılar. Bu uğurlar ölkəmizdə idmana qayğını, onun inkişafı naminə yaradılan şəraitin göstəricisi kimi qiymətləndirilir. Çox yaxşı hazırlaşmışdıq. Dünya çempionatından təxmini bir ay yarım sonra İslam oyunları oldu. Yaxşı hazırlaşmışdıq. Dünyadan gələndən dərhal sonra başladıq məşqlərimizə. İslam oyunlarında da demək olar ki, bütün komandalar güclü idi. Bütün komandalar bir nömrə gəlmişdi. İran idmançıları bir nömrə gəlmişdi. Qırğızlar, bütün idmançılar bir nömrə gəlmişdi. Dünya çempionatında güləşdiyimiz idmançılarla İslam oyunlarında təzədən güləşdik. İkinci oldum İslam oyunlarında. Məqsəd qızıl idi, amma axıra 3 saniyə qalmış finalda İran idmançısı fənd işlədərək mənə qalib gəldi. Türkiyədə həqiqətən də çox yaxşı keçirilmişdi İslam oyunları. Orada da güclü idmançılara qalib gəldim. Birinci İran idmançısını qalib gəlmişdim. Finalda da Qırğızstanlı idmançıya qalib gəlmişdim. Orada həqiqətən də xatirələrlə dolu yarış olmuşdu. 5-ci İslam Həmrəyliyi oyunları 2022-ci ilin avqustun 9-dan 18-nədək Türkiyənin Konya şəhərində keçirilib. Oyunların təntənəli açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Respublikanın birinci xanımı Mehriban Əliyeva iştirak ediblər. Azərbaycan komandası yarışlarda geniş heyətlə 281 idmançı ilə təmsil olunub. Onlar ağır atletika, atçılıq,
Basketbolun 3'ə 3 növü, judo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, handbol, karate, kickboksing, qılınc oynatma, ox atma, 3'ə 3 basketbol, voleybol və üzgüçlük üzrə ümumilikdə 20-dən artıq növdə mübarizə aparıblar. Atletlərimiz cəmi 99 medal qazanaraq komanda hesabında 4-cü yeri tutub. Respublikamızın nümayəndələri bu mükafatları 19 növ üzrə yarışda əldə edib. İlk 3 pillədə isə müvafiq olaraq Türkiyə, Özbəkistan və İran komandaları qərarlaşıb. Azərbaycan idmançıları arasında güləş, bədii gimnastika, judo, aerobika, karate, taekvondo, atletika, üzgüçülük və digər növlərin nümayəndələri xüsusi fərqləniblər. Onların bir çoxu yüksək nəticələrlə beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da artırıb. 5-ci İslam Həmrəylik oyunları Azərbaycan idmanı üçün həm nailiyyət, həm ənənə, həm də zəngin təcrübə baxımından əlamətdar yarış kimi tarixə düşüb. Milli Olimpiya Komitəsi ölkəmizin İslam Həmrəyliyi oyunlarında iştirakına dəstək göstərib. Komitə idmançıların hazırlıq prosesinin gücləndirilməsi, təlim məşqlərin təşkili və lazımi infrastrukturun təmin olunması istiqamətində mühüm addımlar atıb. Milli Olimpiya Komitəsinin bu dəstəyi idmançıların beynəlxalq arenada uğurla çıxış etməsinə, ölkənin oyunlarda layiqli şəkildə təmsil olunmasına şərait yaradıb. Komitənin ardıcıl fəaliyyəti həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri tərəfindən hər zaman müsbət qarşılanıb. İslam aləmi çox müxtəlifdir. Bu oyunlarda 57 dövlətin, 57 ölkənin komandaları, idmançıları iştirak edirdilər və bu 57 dövlət İslam Həmrəylik o təşkilatını təşkil edən bu 57 dövlət arasında çox böyük fərq var. Burada çox varlı dövlətlər var və həddindən çox kasıb olan dövlətlər var. Yəni çox ağır vəziyyətdə yaşayan dövlətlər var. Və bu dövlətlərin əksəriyyəti Afrikada olan dövlətlərdir. Onların vəziyyəti o qədər də yaxşı deyil. Və burada isə İslam oyunları dövlətin vəziyyətinə asılı olmayaraq hamının bir yerə toplanması və eyni səviyyədə bir yerdə yaşaması, eyni şəraitdə yaşaması, oyunlar ərzində eyni yarışlarda çıxış etmələri məhz İslam həmrəyliyini nümayiş etdirir. 2017-ci ilin mayında Bakı 4-cü İslam Həmrəylik oyunlarına ev sahibliyi etdi. Gücümüz həmrəylikdədir. Devizi altında keçirilən möhtəbər yarışlar müsəlman aləmində respublikamıza və onun paytaxtına böyük etimadın nümunəsi kimi yadda qaldı. Oyunlarda 54 ölkənin komandası 269 dəst medal uğrunda 24 növ üzrə turnirdə qüvvəsini sınadı. Açılış mərasimində bayrağımızı məşhur karateci, 5 qat dünya çempionu Rafael Ağayev apardı. Oyunların açılış və bağlanış mərasimləri möhtəşəm idman tamaşaları kimi hamıda zəngin təəssürat yaratdı. Elə yarışların özü də Azərbaycan idmançılarının parlaq qələbələri ilə yadda qaldı. Onlar 75 qızıl, 50 gümüş və 37 bürünc, cəmi 162 medalla birinci yerə çıxdılar. Kollektivin üzvləri arasında judoçular xüsusi fərqləndilər. Tatami ustalarımız turniri 11 qızıl, 12 gümüş və 3 bürünc mükafatla bitirdi. Güləşçilərimiz 23, gimnastlarımız isə 20 dəfə fəxri kürsüyə yüksəldilər. Prezident İlham Əliyev oyunlarda yüksək nəticə göstərən atletlərimizlə görüş zamanı xüsusi vurğuladı ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əldə olunan nəticələr bu siyasətin düzgünlüyünü bir daha təsdiqləyir. Oyunların yüksək səviyyədə təşkili göstərir ki, Azərbaycanın istənilən beynəlxalq tədbiri nümunəvi şəkildə keçirmək imkanı var. Məhz Bakı oyunlarından sonra biz standartları gətirdik İslam oyunlarına. Biz İslam oyunlarının, əvvəlki keçirilən İslam oyunlarının məhz beynəlxalq normalara uyğun, yəni beynəlxalq idman normalarına uyğun Bakıda keçirdik. Bundan sonra həqiqətən İslam oyunlarının daha böyük inkişaf yolu başladı. Bizdən sonra bildiyiniz kimi Konya'da keçirildi bu oyunlar. Türkiyə qoşuldu bu hərəkata. Və növbəti oyunlar da Saudi Ərəbistanında keçirildi. Beynəlxalq Olimpiya Komitəsi bu oyunlara xüsusi status verdi
beynəlxalq federasiyalar bu oyunlarda fəal iştirak elədilər. Yəni oyunların təşkilatı məsələsini hər beynəlxalq federasiya öz üzərinə götürmüşdü. Hər bir idman növündə istər hakimlik olsun, istər oyun komandaların seçimi olsun, yəni beynəlxalq standartlara uyğun həyata keçirildi. İslam İdman Oyunları Assosiasiyasının növbəti yarışın noyabrın 7-dən 21-ədək Səudiyyə Ərəbistanda keçiriləcəyini elan etməsi maraqla qarşılandı. Çünki oyunların əvvəlcə Kamerunda təşkil edilməsi planlaşdırılırdı. Lakin qərar dəyişdirildi və ev sahibi olaraq Səudiyyə Ərəbistanı Ər-Riyad müəyyən edildi. 2017-ci ildə Bakıda keçirilən İslamiyadada, İslam oyunlarında Azərbaycan özünün ən yüksək nəticəsini göstərmişdi. O oyunlarda biz birinci olduq, onun komanda hesabında birinci olduq. İndi Səudiyyə Ərəbistanda, Ər-Riyadda keçirilən oyunlara baxanda təəssüf ki, nəticələrinə görə bu bizim üçün ən uğurlu oyunlar hesab oluna bilməz. Yəni biz ilk dəfə İstər medalların sayı baxımından, xüsusilə də qızıl medalların sayı baxımından, istərsə ümum komanda hesabında tutduğumuz yer, bilirsiniz ki, 10-cu yerlə kifayətlənməli oldu. Bu, ilk baxışda ən zəif nəticə kimi qiymətləndirilə bilər. Lakin bunun bir çox səbəbləri var və mən bu səbəblərdən də bir az danışmaq istəyərdim. Əsas səbəblərdən biri əlbəttə ki, bilirsiniz, hər oyunların öz proqramı olur. Yarışların, oyunlara daxil olan yarışların sayı və növü. Bu oyunlarda əlbəttə ki, bizim üçün ən əlverişli proqram deyildi. Bəzi idman növlərində biz ümumiyyətlə iştirak etmirdik. Məsələn, orada dəvə yürüyüşləri var idi, müxtəlif belə oyunlar var idi. İkincisi, məsələn, bizim daha çox medal qazandığımız bəzi qeyri-olimpiya növləri bura daxil edilməmişdi. Məsələn, əvvəllər biz daha çox ki, para üzgüçülük, para atletika, para ağırlıq qaldırma kimi yarışlarda və yaxud para judo kimi yarışlarda daha çox idmançı ilə çıxış edirdi. Bu yarışlarda bunlar yox idi və ona görə də əvvəlcədən məlum idi ki, bizim idmançılarımızın güclü idmançılarımızın orada iştiraki təmin oluna bilmirdi. İkinci tərəfi ondan ibarət idi ki, qeyd etdiyim kimi, Afrika ölkələrində və Asiya ölkələrində siz təsəvvür edin ki, Bəhreyn kimi balaca bir ölkə onun komanda hesabında deyəsən 7-ci ya 8-ci oldu. Yəni bu ölkələrdə idman son dövrdə çox böyük inkişaf yolu keçmişdi. Bizim, mən bir-iki müsahibələrimdə qeyd etmişəm, ən çox sevindirən halı oldu ki, bizim qadın idmançılarımız yaxşı nəticələr göstərdilər. Qazanılan qızıl medalların 60-70%-ni ancaq qadın idmançılar, mən deyədim daha çox, çünki komanda hesabında bizim voleybolçu qadınlarımız ikinci oldular, basketbolçu qadınlarımız birinci oldular. Qılınc oynatma üzrə komanda hesabında qalib gəldik. Judo üzrə komanda hesabında, yəni qarışıq komandada yenə də qalib gəldik. Yenə də orada bizim qızlarımızın nəticələri oldu. Həm judoda, həm güləşdə, həm karatedə qaliblər arasında bizim qızlar var idi. Yəni qızlarımızın çıxışı daha uğurlu sayıla bilər. İkinci tərəfdən də, başqa bir tərəfdən də bizim, belə deyək, qeyri-olimpiya idman növlərində iştirak edən komandalarımız demək olar ki, uğursuz çıxış etdi. İstər Muay Thai komandası olsun, istər Wushu komandası olsun, Irina Zaleskan'da çıxsaq, karate komandası olsun. Bunlar, yəni, biz gözlənilən nəticələri vermədilər və medallarımızın sayının biraz azalmasının səbəbi də bu oldu. Bunun da yəqin ki, öz səbəbləri var. Son dövrlərdə Azərbaycanda bu qeyri-olimpiya idman növləri üzrə federasiyaların bəzi problemləri var, bəzi məsələlər hələ də həll olunmuyor və bu da yəqin ki, özünü göstərdi. Ümumiyyətlə, 59 medal
öz-özlüyündə pis nəticə deyil. Bizim qızıllarımızın sayı az oldu. Bizim gümüş və bürünc medallarımızın kifayət qədər sayı oldu. Burada bəxt məsələsi də var. Əgər bizim 19 gümüş medalımızın ən azı 10-u, 15-i qızıl medalda ola bilərdi. Yəni burada bir qədər idman şans məsələsi də özünü göstərdi. Ümumiyyətlə isə yəni, biz bu oyunların nəticələrindən əlbəttə ki analiz edəcək, təhlil edəcək və özümüz üçün nəticələr çıxardacağıq. 6-cı İslam Həmrəyliyi oyunlarında Azərbaycanın qadın idmançıları növbəti tarixi uğura nail oldular. Qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandamız bütün mərhələlərdə inamlı çıxışı ilə seçildi. Qrup mərhələsində ilk 3 qarşılaşmanı uğurla başa vuran milli komandamız yarımfinalda Misir, finalda isə Türkiyə millisini məğlub edərək İslam Həmrəyliyi oyunlarının növbəti qalibi oldu. Hörmətli tamaşaçılar, Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovla söhbətimizi davam edəcəyik. Əlbəttə ki, mövzu İslam Həmrəyliyi oyunlarında idmançılarımızın əldə etdiyi nəticələrdir. Bu mövzuya toxunuruqsa, mütləq Azərbaycan basketbolunun, xüsusən Vüqar müəllim 3x3 qadınlardan ibarət millimizin əldə etdiyi o tarixi nailiyyəti qeyd etməliyik. Düşünürəm ki, birinci qələbə qızlarımızı həvəsləndirdi, ruhlandırdı və daha sonra ikinci medal qazanıldı Konyada keçirilən İslam Həmrəyliyi oyunlarında və nəhayət sonuncu Səudiyyə Ərəbistanda keçirilən yarışların da 3x3 basketbolçularımız qalibi oldular. Ümumilikdə bu nəticələri necə dəyərləndirirsiniz? Qadınlardan ibarət düşüş komandamız belə deyək, hər zaman bir turnirdə favorit olur, istənilən turnirdə. Bilirsiniz, bu komanda Avropa çempionatının ikinci gümüş mükafatçısıdır, dünya seriyasının ikinci mükafatçısıdır və bu komanda illər boyu bizim ölkəmizi layiqincə basketbol arenalarına təmsil edir. Və mən bildiyimə görə bizim qadınlardan ibarət komanda İslam Həmrəyliyi oyunlarında yeganə komandadır ki, 3 qat eyni idman növündə 3 qat çempionluğu qazanıb. Əlbəttə ki, bu bizi Basketbol Federasiya olaraq çox sevindirir və bizim inşallah gələcəkdə də Avropa çempionatı ilərdə keçiriləcək İslam oyunlarında da həmişə biz bu komandadan qalibiyyət gözləyirik. Vüqar müəllim, qalibiyyət gözləyirsiniz. Nəticə olanda əlbəttə ki, hər birimiz kimi sizlər də xüsusi o sevinç hissini yaşayırsınız. Amma düşünürəm ki, o əziyyət çəkən insanlar, bu qələbələrin əldə olunmasında xüsusi xidməti olan şəxslər üçün qələbənin, qazanılan medalın önəmi tam fərqlidir. Bu baxımdan dəyərləndirsək, qazanılan medalların mənəvi dəyəri haqqında istərdim biraz danışaq. Çox düz buyurursunuz. Siz bu qələbənin arxasında pərdə arxası işlər inanılmaz dərəcədə çoxdur. Yəni bu komandanın ərsəyə gətirilməsidir, bu komandanın məşq prosesləridir, bu komandanın oyunları da bildiyiniz kimi bu qızlar başqa ölkələrdə ölkəmizi təmsil edirlər, başqa ölkələrin klublarında oynayırlar və bunların bir ərsəyə gətirilməsi, inanın burada bəlkə də vaxtımız çatmaz, biz buna hamısını danışsaq. Amma bu idmandır, idmanda qələbə lazımdır. Qələbə olandan sonra olan hər şey əlbəttə ki, unudulur. Mənəvi deyəndə biz mənəviyyət baxımından baxanda bizim bu qızların qələbəsi, inanın hər belə bir qələbədən sonra bizim Basketbol Federasiyasında yüzlərlə zəng olur. Və özəlliklə qız valideynləri zəng edir ki, bizim qızlarımızı basketbola eləyək. Yəni bu həm işin mənəvi dəyəri budur, həm də bizə lazım olan tərəf biz kütləviliyi əldə edirik bu işlərdən. Qeyd elədiniz ki, hər qələbədən sonra zənglər olur, xüsusən xanımların idmana cəlb olunmasına bu cür qələbələrin çox mühüm təsiri var, müsbət təsiri var.
Çox müzakirə olunur basketbol millimizin heyəti, qızlarımız, ümumilikdə yerli idmançıların yetişdirilməsi məsələsi də gündəmə gəlir hər zaman. Bu baxımdan necə fikirləşirsiniz? Gələcəkdə milli komandamızın heyətində bu gün həvəsi olan və basketbola cəlb olunan xanımlar nə qədər yer alacaqlar qızlarımız? Hansı mövqeyə nail olacaqlar və yaxud potensialların ümumilikdə necə dəyərləndirirsiniz? Bilirsiniz Könül xanım, düzdür, biz əgər yerli oyuncular anlamına gəlirsə, İslam oyunlarında, Riyad'dakı son oyunlarda 3 Azərbaycanlı qız oynayırdı. Bilirsiniz, Zeynə Ulyanova Azərbaycanlıdır, Aleksa Azərbaycanlıdır, Tatyana Deniskina artıq səhv eləmirəmsə 2008-ci ildə Azərbaycan yaşayır. Aleks Deniskina hətta qızı da Azərbaycan milli komandasında oynayır 18 yaşlar arasında. Yəni bu yerli oyunculardır hətta. Bilirsiniz, bu basketbol idman növündə bütün dünyada milliləşdirilmiş bir neçə oyunçu komandada oynayır. Amma bu komandamızın sırf Azərbaycanlı qızlardan ibarət olması bunu məşqçilər görür. Amma çox sevindirici haldır ki, hal-hazırda bizim U18 qız komandası Azərbaycan basketbol tarixində ilk dəfə B divizionunda 12-ci yer qazanıblar. Bu, inanın mənə ki, çox böyük bir nailiyyətdir. İlk dəfə qatılmağa baxmayaraq, bu 12-ci yer çox önəmlidir. Və biz sizə bir şey deyim ki, bizim bu dəqiqə, bu yay B divizyonda yenə bu komanda qatılacaq və artıq biz orada üçlüyə düşüb A divizyonuna düşmək istəyirik. Yəni, basketbolda A divizyondan yüksək biri yoxdur. Yəni, bunların əlbəttə ki, bunlar qidalanırlar. Yəni, bu qızlar da çox gəncdir bizim komanda. 16-17 yaşında əsas qızlardır. Bir-iki nəfər 18 yaşlıdır. Yəni, mən fikirləşirəm ki, çox 2 ilmi, 3 ilmi. İdmançı karyerası çox qısadır Könül xanım, bilirsiniz. Yəni, bu qızlar bir neçə ildən sonra əlbəttə ki, bizim bunların yerli qızların əvəz olunacaqlar və irəlidə Allah qoysa bizim heyət cavanlaşacaq və bizim qızlar da oynayacaqlar əlbəttə. Vüqar müəllim, istəyərdim son İslam həmrəyliyi oyunlarına biraz nəzər salaq. Çünki qeyd elədiyiniz kimi çox gözəl bir nəticə, tarixi bir nəticə qazanıldı və ən uğurlu, xüsusi vurğulanmalı məqamda 3-cü dəfə qızlarımızın İslam həmrəyliyi oyunlarının qalibi olmasıdır. Məqsəd əlbəttə ki, bütün yarışlara gedərkən qarşıya qoyulan məqsəd qələbədir. Lakin orada olan o mühit, şərait və yaxud idmançıların ümumi komandanın əhval-ruhiyyəsi də düşünürəm ki, nəticələrə birbaşa təsir göstərir. Bu baxımdan, məsələn, sonuncu İslam həmrəyliyi oyunlarını necə dəyərləndirirdiniz? Oradakı mühit necə idi? Qızlarımız necə hazırlaşdılar? Əsas rəqibləri kimlər idi? Əsas rəqiblər hər zamanki olduğu kimi biz fikirləşirdik ki, Türkiyə komandası qüvvət, güclü olacaq. O Türkiyə komandası pis komandada deyildi bu arada. Hər zamanki kimi çox yaxşı heyətlə gəlmişdilər. Amma belə baxanda yenə deyirəm, bizim komanda oradakı iştirakçılar da hətta bax bu 3-3 basketbol aləmindəki iştirakçılar da hətta Azərbaycanın birinci olduğuna hardasa əmin idilər. Yəni biz orada çox böyük favorit kimi oynayırdıq. Orada ab-hava, yarış prosesi, hamısının oyunlara, bütün komandaların, idmançıların hamısının oyuna belə aludə olması, hər zamanki kimi çox gözəl bir atmosfer var idi əlbəttə ki. Amma dediyim kimi bizim orada gözlədiyimiz ancaq qalibiyyət idi. Yəni başqa bir şey bizim üçün yəqin ki, yaxşı nəticə sayılmazdı. Turnirlərdə qazanılan nəticələr gələcək üçün də imkanlar yaradır və İslam həmrəyliyi oyunları ilə yanaşı idmançılarımızın sevərək hazırlaşdığı daha bir oyunlar var ki, xüsusi qeyd etməliyik, olimpiyadaları və olimpiya oyunlarında iştirak eləmək də hər bir istər komanda idman növü olsun, istərsə fərdi yarışlarda olsun, idmançıların arzularıdır və Azərbaycan basketbol millisi də belə bir şansı əldə etdi və müəyyən nəticələr də qazandıq. İstərdim olimpiya oyunlarına da biraz nəzər salaq. Bu baxımdan hədəfləriniz nədir? 2026-dan apreldən başlayırıq oynamağa Los Angeles'a vəsiqə qazanmaq üçün. Bu çox uzun bir prosesdir və bu proses inanın ki, yüzlərlə oyun oynamalıdır bu komanda. Yəni bura Los Angeles'a vəsiqə qazanmaq çox çətin bir şeydir. Yəni inanın mənə, biz keçən 2024-də Parijə gedəndə də bu inanılmaz bir zəfər idi Azərbaycan idmanı üçün, tək basketbol üçün deməzdim, idmanı üçün. Aprel ayından hazırlıqlar başlayır. Yəni bu yeni qaydalara görə artıq olimpiyaya vəsiqə qazanmaq üçün 1 il deyil, 2 ildə topladığımız xallar reyting cədvəlinə daxil olacaq və 2026-nın aprel ayının ortasından
bir neçə komanda böyük ehtimal, iki komandamız böyük ehtimalla dünya turuna qatılacaq və bütün dünyada ölkəmizi bu yarışda da təmsil edəcək və ən önəmlisi o xalları qazanıb Los Ancelesa düşmək əlbəttə ki, bizim arzumuzdur bu hal-hazırda. Bizim də ən böyük elə arzumuz məhz ölkəmizin təmsil olunmasıdır, xüsusən Olimpiya oyunlarında. Uğurlar arzu edirik. Çox sağ olun. Qızlarımıza, milli komandamıza, ümumilikdə Azərbaycan basketboluna və Azərbaycan basketbolunun inkişafı da göz önündədir. Düşünürəm ki, gələcək əldə olunan nəticələr də bunu bir daha sübut edəcək. Bugünkü verilişimizdə İslam həmrəylik oyunlarının əhəmiyyətindən və bu möhtəbər yarışda Azərbaycan idmançılarının iştirakından qazandıqları nəticələrdən danışdıq. Hələ qarşıda neçə yarışlar və qazanılacaq medallar var.